Bir nəfər sübh namazının aşiqi olur, aşiqi olur. Elə olmaz ki, bu sübh namazına yatıb qalsın. Amma bir gün yorğun olur, ya nəsə olur, ayıla bilmir. Əvvəl vaxtı ayıla bilmir də, qəza eləmir namazı. Elə olur ki, yuxuda buna deyirlər ki, namaza dur. Bu da deyir, duraram. Deyir, yox, dur. Yenə deyir, duraram. Bir dəfə, iki dəfə təkrar deyir, duraram da. Deyir, yaxşı, sən kimsən, niyə məni çağırırsan? Deyir, bəs mən şeytanam da, səni namaza çağırıram. Deyir, şeytan adamı namaza çağırar. Şeytan da elə insanı yatızdırır, qoymur namaza durasan. Sən məni niyə çağırırsan? Yox, deyir, sən nə deyirəm, dur namazı qıl. Əl çəkmir bundan. Deyir, bana baxı, şeytan insanı namaza qoymaz. Niyə məni namaza çağırırsan? Səbəbim bilirsiniz nə deyir? Deyir, əgər sən sübh namazını qılmasan, yatıb qalsan, durandan sonra özü o qədər danlayacaqsan ki, qılsan o savabı almayacaqsan. Mən səni çox savabdan saxlamaq üçün durğuzuram. Demirəm, ha, bizim çoxlarımıza aidiyyatı